Arzu müəllim, siz ordumuzun qüdrətindən danışdınız, orduya ayrılan vəsaitdən bəhs etdiniz, eyni zamanda təhlükəsizlik orqanlarının fəaliyyəti barədə də danışdınız. Belə qənaətə gəldik ki, həm ordumuz, həm təhlükəsizlik orqanlarımız çox güclüdür və bizim ölkəmizi demək olar ki, əksər risklərdən sığortalamışıq. Amma hibrid hücum deyilən bir anlayış yaranıb. Biz özümüzü bu hibrid hücumdan necə qorumalıyıq? Mən hesab edirəm ki, mənim subyektiv fikrimdir. Biz hibrid hücum bizə ki var, biz bu istiqamətdə müdafiəmizi tam təmin edə bilməmişik. Siz necə düşünürsünüz? Bilirsiniz, yəni tamaşaçılar üçün də maraqlı olar, hibrid nə deməkdir? Yəni qarışıq. Bəli. İnformasiya müharibəsi. Bəli. Məsələn, hər hansı bir əməliyyat başlamamışdan qabaq onun haqqında bir ümumi baxış yaradırlar, ümumi fikir yaradırlar ki, vəziyyətlə, yəni müharibə tek səngərlərdə getmir. Əgər yadınıza salın, cənab prezident 44 günlük müharibə başlayanda 4 dildə informasiya müharibəsi aparır. Bizim haqq səsimizi dünyaya çatdırırdı. Doğru. Və bunu dərk edilə biləcək bir dildə, eyni zamanda qarşısında kimin olmasına baxmayaraq faktlara və argumentlərə söykənərək bunu deyirdi. Eyni zamanda müasir bir dövrdə də hibrid təhdidlərin qarşısını almaq üçün, yəni təsəvvür eləyin, infrastrukturlarımızı sıradan çıxarda bilərlər, müəyyən ciddi saytlarımıza, digər kiber hücumlar edə bilərlər. Bunların hamısını qarşısını almaq təbii ki, çətin proseslərdir, ancaq bunun qarşısını ala bilirik. Lakin bu o demək deyil ki, 100% hamısının qarşısını almaq. Yəni mütəmadi olaraq siz də, mən də görürük ki, hansı proseslər baş verir. Lakin bir məsələni də deyim, artıq bu proseslərə qarşı çox ciddi dövlət strukturları işləyir. Dövlət Təhlükəsizlik Xidməti sistemində artıq o həmin infrastrukturlara təhlükəsizliyin qarşısını almaq üçün qurum var. Bu qurum, hətta deyərdim ki, İordaniyada keçirilən beynəlxalq festival deyək, yarış deyək, ikinci yerə çıxdı. Eyni zamanda digər bir qurumumuz da çıxdı. Yəni bu texniki cəhətdən, digər cəhətdən bu məsələ var. İdeoloji cəhətdən təbii ki, bu proseslər də maarifləndirmə, digər istiqamətdə işlər aparılır və aparılmalıdır. Yəni Azərbaycan vətəndaşı başa düşməlidir ki, bunun bir vətəni var, bir gerbi var, bir bayrağı var və biz artıq bu etapların hamısını, mərhələlərin hamısını keçdik. Müharibənin nə olduğunu gördük, aclığın nə olduğunu gördük, problemlərin nə olduğunu gördük. Ərazi bütövlüyünü xilas etmək üçün 3000 şəhid verdik. Allah 1-ci Qarabağ müharibəsində şəhidlərə rəhmət eləsin, ikisinə də qazilərimiz tezliklə qayıtsın. Yəni biz bunları gördük və biz bunlardan özümüz üçün nəticə çıxarmalıyıq. Ukraynadan nəticə çıxarmalıyıq, İrandan nəticə çıxarmalıyıq, Ərəb dövlətlərindən nəticə çıxarmalıyıq, Pakistandan, hər yerdən nəticə çıxarmaqdır ki, terror, o birisi, bu birisi, o hibrid məsələlər nəyə gətirib çıxardır? İnsanların psixologiyasının pozulması nəyə gətirib çıxarır? Yəni buna görə də maarifləndirmə işi, digər məsələ, mən də sizə təşəkkürümü bildirirəm ki, bu məsələləri ən çox da elə sizin vasitənizlə bunu həyata keçirir. Ona görə də ideoloji məsələlər çox mühüm məsələdir. Arzu müəllim, bugün ölkəmizdə qarşı bir qarayaxma kampaniyası aparılır. Xüsusilə xaricdən, MİV mərkəzdən, White mərkəzdən idarə olunan o blogerlər bizim ölkəmizdə aparılan işlərə kölgə salmaq üçün dəridən qabıqdan çıxırlar. Mən bu barədə geniş danışmaq fikrindən uzağam, istəmirəm onlar haqqında danışaq, amma bir şey soruşmaq istəyirəm sizdən. Azərbaycana qarşı bu qarayaxma kampaniyasını aparan o blogerciklər, nə bilim axı, o vətən xainləri daha çox hansı ölkənin xüsusi xidmət orqanı tərəfindən təqdirlənir? Bilirsiniz nətər, mən zabitəm, mən zabit şərəfini hər şeydən üstün tuturam və düşünürəm ki, bir dövlətinə qarşı, vətəninə qarşı öz ambisiyalarından doğaraq belə hərəkətlər edənlər çox şərəfsiz insanlardır. Ona görə də heç onları da burada reklam eləmək, bunları şişirdilməsi artıq Baş Prokurorluq tərəfindən hər biri haqqında cinayət işləri qaldırılıb, hətta məhkəmələri keçirilib, hər bir məsələdə obyekt, subyekt, obyektiv tərəf, subyekt. Bunun fikri nədir? Bunların haqqı inşallah həmin o xüsusi xidmət orqanlarından da koordinasiyalı şəkildə işlər aparılır. Hər kəs öz layiq olan cəzasına çatacaq.